Şirvan şəhərinin Sahib Zeynalov küçəsi 2 ünvanında yerləşən binanın sakinləri təhlükə ilə üz-üzədir. Hər an faciə baş verə biləcəyindən ehtiyat edən sakinlər binanın vəziyyətini çəkərək qaynar xəttimizə göndəriblər. Deyirlər ki, qorxu içində yaşayırıq. Binanın uçacağından qorxan sakinlərin yuxusu da ərşə çəkilib. Bu boyda bina bunun üstündədir. Yəni, kubikin üstündə. Baba, buradan da uğrayır, beton gedib, animatorlar üz-üzədir. Gecə saat 1-əcən, 2-əcən o həyətdə otururuq ki, görək nə olacaq, nə olacaq. Bina uçacaq, uçmayacaq. Hazırda biz Şirvan şəhər Sahib Zeynalov 2 ünvanında yerləşən binanın zirzəmisindəyik. Qeyd edək ki, bu bina 55 mənzillikdir. Binanın qəzalı olması sakinləri ciddi narahat edir. Binanın zirzəmisində beton bünövrələr ovulub, hörgü daşları isə sökülmək üzrədir. 2002-ci ildə inşa olunan bina cəmi 20 ildən bir qədər çox vaxt keçməsinə baxmayaraq qəzalı vəziyyətə düşüb. Qapılarda sıxılma var deyə, qapı normal açılıb bağlama. Yəni vəziyyət budur. Bina çökür, qismən hissəsiz çökür, belə də millimetr. Çox acınacaqlı vəziyyətdədir, özünüz gördüyünüz kimi də uçur, dağılır. Formal olaraq bina Şirvan Mənzil İstismar İdarəsinin balansındadır. Lakin idarənin maliyyə imkanları bu binaya nəzarət və xidmət göstərmək üçün kifayət etmir. Məsələ ilə bağlı Şirvan şəhər İcra Hakimiyyəti ilə əlaqə saxladıq. İcra Hakimiyyətinin tikinti şöbəsinin baş memarı Şaiq Şıxaliyev məsələyə münasibət bildirdi. Binaya baxış keçirilmişdir. Binada ilkin olaraq baxış nəticəsində rəy verilmiş və instrumental müayinənin aparılması və bərpa gücləndirmə işlərinin yerinə yetirilməsi qeyd olunmuşdur. Bütün bunlarla bağlı tərəfimizdən Şirvan şəhər İcra Hakimiyyəti tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinə müraciət olunmuş. Binada instrumental müayinənin keçirilməsi, bərpa gücləndirmə işlərinin aparılması ilə bağlı aidiyyəti üzrə göstəriş verilməsi xahiş edilmişdir. Qeyd edək ki, binanın həm özlüyündə, həm də mənzillərinin divarlarında dərin çatların əmələ gəlməsi də onun tədricən dayanıqlığını itirdiyini sübut edir. Yaqub Mehdioğlu, Diana Cəlali, Vüqar Qaliboğlu, Space TV Şirvan şəhəri. Xətai rayonu Telnov 18A ünvanındakı 9 mərtəbəli binada lift problemi sakinləri təngə gətirib. Hər 2-3 gündən bir lift xarab olur. Təmir xərclərini isə sakinlər özləri qarşılayırlar. Xüsusilə yuxarı mərtəbələrdə yaşayanlar üçün vəziyyətin çətin olduğunu deyən sakinlər məsələ ilə bağlı Space xəbərə üst tutublar. Bərabər izləyək. Baxandır, lift qalıb belə bir həftədir. Sağa sola qalxa gedir, gəlir bu lift. 5 manat, 10 manat, 5 manat, 10 manat. Biz bura köçəndən ancaq liftə pul yığırıq. Elə dünən güya təmir olunan bu lift düz bir həftəyə yaxındır ki, işləmirdi. Sakinlər deyir, hər 2 gündən bir lift xarab olur. Onlar da öz aralarında pul yığmaq məcburiyyətində qalırlar. Hətta bəzi yuxarı mərtəbələrdə lifti çağırmaq üçün olan bu düymə belə qalmayıb. İki dəqiqədən bir o qapı tutur belə vurur, təzədən açılır. Gözləyəsən, knopkanı gərəcəksən. Burası köhnə liftdir. Üstəlik Telnov 18A küçəsindəki binada liftlərin bəzən qapısı da açılıb bağlanmır. Sakinlər isə tez-tez liftdə qalır. Valideynlər uşaqlarının liftdən istifadə etməsindən də qorxurlar. Burada heç kim o balasını o liftə mindirməz. Deyə neçə dəfələrlə qalmışıq biz. Yəni orada şərait yoxdur. 8-ci mərtəbədə qalırıq. Bura qalx, düş. Uşaqdır, körpə uşaqdır, necə qalxsın, necə düşsün, özümüz necə qalxaq. Bax, bu knopkanın içərisi boşdur. Uşaqdır, əlin soxdu ora, gedib toka dəyəcək. Bir dəfə liftə minin, tak, qalxır, düşür yerə. Elə bilsin, bu səat düşə partlayacaq. Bağlanmır, tez-tez xarab olur. Lifti orada gəlir, biraz düzəldir, sonra təzədən yenidən xarab olur. Bir ailə qalmışdı, yəni içəridən qışqırıq səsi falan eşidirdi, ağlayırdılar. Lifti orada deyir, köhnə liftdir, xarabdır. Buradan düzəldirəm, buradan xarab olur. Problemlə bağlı Bakı şəhər lift istismarı birliyindən bildirildi ki, qeyd edilən bina kooperativ olduğu üçün onların balansında deyil və binalara nəzarət kooperativ rəhbərliyinə aiddir. Belə hallarda binaya nəzarət edən şəxs liftlərin texniki baxımını həyata keçirən xüsusi idarə ilə müqavilə bağlayır, həmin xidmətin göstərilməsi və liftlərin saz vəziyyətdə saxlanılması isə məhz bu müqavilə əsasında təmin olunur. Xidmət haqqı isə kooperativ tərəfindən ödənilir. Fidan Səfər, İlkin Həsənov, Space xəbər.